Tamamilə Blenderdə yaradılmış film Oscar qazandı. Bu xəbər bəlkə də 2025-ci ilin ən maraqlı VFX hadisələrindən oldu. Belə ki, Flow 97-ci Academy Awards-da ən yaxşı animasiya filmi nominasiyasında qalib gələrək Oscar mükafatına layiq görüldü. Inside Out 2, The Wild Robot, Wallace and Gromit, Vengeance Must Fall və Memoir of a Snail kimi güclü rəqibləri geridə qoyan film bu qələbə ilə müstəqil animasiya sahəsini ciddi mərhələyə keçirdi. Pulsuz və açıq mənbəli proqram olan Blenderdə hazırlanmış Flow vizual cəhətdən də maraqlı hekayəni təsvir edir. Film Qara Pişik və onun dostlarının fəlakətli daşqından sağ qalmaq üçün apardıqları mübarizəni göstərir. Atmosferik üslubu və emosional dərinliyi ilə təriflənən animasiya Qızıl Qlobus mükafatını qazanıb, hətta Critics' Choice, Annie və BAFTA mükafatlarına da namizəd olub. Flow filminin yaradılması 5 il yarım çəkib. Başlanğıcda tək başına işləyən Latviyalı rejissor Vinsil Balodis sonradan komandası ilə birlikdə animasiyanı tamamlayıb. Hazırlıq vaxtı Blender'in Eevee real-time render mühərrikindən geniş istifadə edilib ki, bu da səhnələrin daha tez vizuallaşdırılmasına imkan verir. Hətta daşqınların daha real görünməsi üçün xüsusi su simulyasiya alətləri də yaradılıb. Flow'un bu qələbəsi orijinal hekayənin əhəmiyyəti ilə yanaşı, həm də açıq mənbəli alətlərin gücünü göstərdi. Bu film bir daha sübut etdi ki, unikal bir vizyon böyük studiyalar ilə rəqabət apara və hətta onlara qalib gələ bilər.